mövzumuz 6-cı sinif ingilis dili kiçik summativ qiymətləndirmə nümunəsi 4. I want some food. Mən deyir, yemək istəyirəm. Deməli, bu nədir? Acdır. I am hungry. Acam deyir. Glad, şən deməkdir. Tired, yorğun. Angry, əsəbi. Excited, həyecanlı, sevincli. Aha. The ability to produce original and unusual ideas. Qeyri-adi fikirlər, orijinal və ya qeyri-adi fikirlər ürətmək, istehsal etmək bacarığı. Creativity, yaradıcılıq. Education təhsil deməkdir. Importance, mühüm, vaciblik. Honesty, dürüstlük. Justice, ədalət. What do we do when we watch comedy films? Deyir, komediya filmlərinə baxanda biz nə edirik? Cry, ağlayırıq, xeyr. Xatırlayırıq, xeyr. Laugh, gülürük, qışqırırıq, xeyr. Decide, qərara gəlirik, xeyr. Cry sözünün antonimini istəyir, yəni əks mənalı sözünü. Qışqırmaq mənası da var. Ona nə yazıblar? Rush, tələsmək, xeyr. Tell, demək, xeyr. Walk, gəzmək, xeyr. Remember, xatırlamaq, xeyr. Cry, ağlamaq, xeyr. Demək ki, uşaqlar nədir? Düzgün variantımız yoxdur. Bura biz özümüzdən cry'in yerinə məsələn variant qoya bilərik. Yəqin ki, müəllimləriniz də eləyəcək. Belə laugh, gülmək və əks mənalı söz budur. Cry sözünü təkrar yazıblar. Aha. Fe'l düzəldək. Rush. Fe'l baxın. Verb fe'l deməkdir. Want. İstəmək. Laugh. Gülmək. Uşaqlar bunun tələffüzü baxın belədir. Laugh. F səsidir bu. F səsi verir. Və gülümsəmək. Walk. Gülümsəmək nədir? Gəzmək. Aha. Gəlin. Deməli cümlədə nə var uşaqlar? Baxırıq. Cümlə düzəltməkdir. Cümlədə baxırıq ki, nə var? Şəxs əvəzliyi var. Şəxs əvəzliyi olan yerdə uşaqlar şəxs əvəzliyi mütləq cümlənin mübtədası olur. Deməli cümlə birinci şəxs əvəzliyi ilə başlayır. Yazırıq I. Sonra xəbəri düzəltməliyik. Xəbər gəlməlidir. Xəbər baxın budur. Can't remember. I can't və ya can't remember. Hə, deyir sinif yoldaşlarımın adlarını necə yazacağıq? Oflu ifadə the names of my classmates. I can't remember the names of my classmates. Sinif yoldaşlarımın adlarını xatırlaya bilmirəm. Deyir ki, məntiq cəhətdən düzgün cümlə. Do you walk to school every day? Sən hər gün məktəbə deyir ayağına gedirsən. Hə, bu düzgün cümlədir. I can't decide where to go on holiday. Bayramda və ya tətildə mən hara gedəcəyimi qərar verə bilmirəm. Düzgün cümlədir. It is so rude. Kobud. To help your sister. Bacına kömək etmək kobudluqdur. Xeyr. He always cries at the jokes. O həmişə deyir zarafatlar vaxtı, zarafat olunanda ağlayır. Xeyr. 1-2 doğru cümlələrdir məntiq cəhətdən. Aha, verilmiş feilləri, cümlələri keçmiş zamanda işlədin. Go-nun keçmişi uşaqlar nədir? Qaydasız feildir. Went. Listen qaydalı feildir və sonuna artırırıq idi. We listened. Sheila C'nin keçmişi so. Her friends are apart. Party last.
Might. Verilmiş cümləni deməli keçmiş inkar cümlədə işlədim. He told me some secrets about his personal life. O mənə öz şəxsi həyat haqqında bir neçə sir açıqladı. Told keçmişdə olduğuna görə uşaqlar keçmiş zamanın inkarı necə düzələcək? Çox sadə. Mübtədadan sonra did və ya did not. Told fe'lini də indiki zamana salırıq. He didn't tell. Deməli cümlə necə olacaq? He didn't tell me some secrets. About his personal life. His personal life. Yəni nə deməkdir? O mənə özünün şəxsi həyatı haqqında heç bir sir demədi. Gəlin mətni oxuyaq. Once upon a time, there was a poor fisherman who lived in a small village. Biri var idi, biri yox idi deməli. Keçmişdə balaca bir kənddə bir kasıb balıqçı yaşayırdı. One day he caught a golden fish. Bir gün o qızıl balıq tutdu. The fish spoke and said. Balıq danışdı və dedi. Please, let me go. Xahiş edirəm, qoy gedim. And I will grant you 3 wishes. Və sənə 3 arzu şansı verirəm. The fisherman was surprised but agreed. Balıqçı təəccübləndi, amma razılaşdı. He wished for a warm house, enough food for his family and happiness. O, ailəsi üçün isti bir ev, kifayət qədər qida, lazım olan qədər qida və xoşbəxtlik arzuladı. The golden fish kept its promise and the fisherman's life changed forever. Və qızıl balıq öz sözünü tutdu, kept a promise and və balıqçının həyatı həmişəlik dəyişdi. Who was the main character in the story? Hekayədə əsas obraz kimdir? Kral, xeyr, heç kralları keçmir. A poor fisherman, bəli. Kasıb balıqçı. Fermer, elə bir şey yox idi. Qızıl quş yox idi. Zəngin tacir, söhbəti yox idi. What was the fisherman's last wish? Deyir, balıqçının sonuncu arzusu nə idi? Qızıl və gümüş xeyr, yeni qayıq xeyr, xoşbəxtlik, bəli. Böyük qala xeyr, a horse at xeyr. Which statement is false? Hansı cümlə səhvdir? The fisherman was poor. Bəli, kasıb idi. The fish was golden. Bəli, qızıldan idi. The fisherman had 3 wishes. 3 dənə arzusu var idi, bəli. The fisherman wished for money and gold. Pul və qızıl istədi, xeyr, D variantı doğrudur. The fisherman wished for happiness. Bəli, xoşbəxtlik arzuladı, bu doğru cümlədir. Write the antonym to the word rich from the text. Rich, zəngin deməkdir, poor, kasıb. If you had 3 wishes like the fisherman, what would you wish for? Sənin deyir 3 dənə arzun olsaydı, fisherman, bu balıqçı kimi, sən nə arzulayardın? Uşaqlar, bu cür cümləyə cavab, bax, what would you wish for? Bax, bu quruluşdan istifadə edərək cavab verə bilərsiniz. You-nun əvəzinə I yazırıq. Sonra would, I would. Xəyali olaraq danışdığımız şeylər haqqında danışanda would. Edərdim, gedərdim, yazardım, arzulayardım. Məsələn, I would wish for, məsələn,
nə arzulayardınız? For an expensive car məsələn. İnşallah nə arzulayardınız onu yaza bilərsiniz. Amma cümlənin əvvəlini də belə verin. For an expensive car və ya I would wish for məsələn a big house, a big castle və ya elə yaza bilərsiniz. I would wish for happiness, xoşbəxtlik arzulayardım və s. Bu qədər uşaqlar. Sağ olun.